Dekavlogun 9-cu gündən hər kəsə salamlar, xoş gəlmisiniz kanala, həmişə siz gələsiniz. Birbaşa başlayaq. 9. 9 burada da elə uzun bir dənə qutudur. Başladıq yenə eyni şeylərə. Şirniyyat kalendarları bir müddət sonra özün təkrar edir. Bu artıq neçənci səfərdə çıxır. Buradakı pəki sarı bir bağlamadır və arxasında deyir ki, we have funded over 5,000 farmer. Deyir ki, biz 3 ildən çoxdur ki, 500 orijinal sertifikatlı fermerlərlə çalışırıq. Və Mighty Matcha, matchalı çay. Qəşəng matcha latte içmişəm, kofeli falan içmişəm, amma matchalı belə sadə çay içməmişəm. İlk olacaq. Və keçirik TikTok trendlərinə. Bilmirəm, bu TikTok trendləri 9. 9 yoxdur. Öyle şey olmaz axı. Deyir 9 burada. Həmin dəqiqə bir təşviş. Mochi. Ən sevdiyim. İstəyirəm bunun dadına baxaq bir yerdə. Çünki mochini çox sevirəm. Nəli mochidir bu belə. Çox qəşəng qoxusu var. Bilmirəm nəlidir. İçində də belə tort kremi kimi bir şey var. Qəşəngdir. Südlü mochiymiş. Görək bugünkü tapşırıq nə deyir bizə? Deyir, özünə qısa bir məktub yaz, özünə nə deyərdin? Elə burada da yaza bilərəm. Özümə çox xoşbəxtlik arzulayıram. Düşünürəm ki, mən buna layiqəm. Bir də kanalımın 100.000 olmağını arzulayıram. 100.000 abunə, amin. Evinin işi var, ona görə də onu çox bezdirmək istəmirəm. Bu dəfə özüm seçəcəyim rəngləri. Dünən çəhrayını açdıq. Bugün ona görə belə açaq da mavi, qara. Çəhray mavi, qara. Gəlin belə gedək. Mavini açaq. Elə əlimə ilk keçəni götürürəm, baxın. Şampun. Quru saçlar üçün. Mənim saçım quru deyil, saçım yağlıdır. Amma yeni saçımı boyamışam. Quru sayıla bilər. Bilmirəm, biraz yeni boyanda saç belə quruyur axı. Qutuları artıq açdıq. Xoş izləmələr. Səhəri tamam başqa ölkədə açıb, bütün günü gəzəcəyin, fərqli şeylər dadacağın, çox gözəl məkanlar görəcəyini bilə-bilə makiyaj eləmək çox gözəl bir hissdir. Mən də bu günə bu səhərlə bu hisslə oyanmışam və başlayıram gözəl makiyaj eləməyib günün dadını çıxarmağa. Və günün davamını Fransadan davam etdirirəm. Hər kəsə salam, necəsiz? Xoş gəlmisiniz. Təkrardan deyirəm sizə. Evdən tələsik çıxdıq. Ona görə deyəsən biraz makiyaj prosesini çəkə bildik. Birinci səbinə gəlib çıxdıq çünki onların doyuzdurmaqları gələkən balaca bir şirin var. Diana nəsə məndən xoş gəlmir ola bilər. Uşaqlar onsa daha çox Elvin sevir. Mən çox da sevmirlər. Bugün gedirik Strasburqdan Kolmara. Kolmar da belə qəşəng Christmas-ı qəşəng olan bir şəhərdir. O da Fransanın şəhəridir. Səbinə gəlib bizə Baker'dan qəşəng şirniyyatlar alıb. Bu şokoladlı nədirsə. Bir də çox təriflədiyi badamlı bir dənə kruasan. Bunu dişləyəcək görək. Badamlı da belə. Haqqı badam buraya oxşuyur. Çox yüksəlmədim açı. Yaxşı da var deyil. Mən şokoladını tərcih edərdim, amma dadlıdır. Elvin də yeməyindən onsuz başa düşürsünüz ki, necə bəyənib. Badamlı kruasan haqqında fikrimi yeni edirəm. Yoyulmuş olsun, çox dadlıydı. Yəni həqiqətən orada bir hissəsi var idi, belə qızarmış, belə şirinmirlər. Çox dadlıydı. Nə qədər lazımsa denə verməyim. Şu adam da yazsın başlıyor. Bizə də baxıram. Çoxlu şəkillər çəkdik, qəşəng yəqin ki, kommenti bölməsində paylaşacağım, coverə də qoyuram onsuz şəkilləri. Hələ ki tam mərkəzə çatmamışıq Kolmarın, sadəcə yol üstündə kiçik bir Christmas marketdə gördük. Buranı da gəzirik, daha sonra mərkəzə doğru irəliləyəcəyik. Çox qəşəngdir orada, hər yer yeni ilə belə çox içdən hiss edə bilirsiniz. Pul da gəlib edəcək. Churros Kolmarda məşhurdur. Deməli qızlar, churros aldıq. Yəni dedilər məşhurdur Kolmarda. Deməli dostlar, bundan bir dənəsini götürürük, batırırıq və dadına baxırıq. Əla, bir dənə də Elvinə yedirək. Yaxşı bir çay olsaydı çay neyəcək. Allah, çay da. Termos götürürük, ləzzətlidir. Bəyəndim. Kolmardan hər kəsə təkrardan salamlar. Burada olduğum üçün çox xoşbəxtəm. Bugünə çox şükür edirəm və canım həyat yoldaşım Elvini çox sevirəm. Sağ olsun, həyatıma qəşəng toxunuşlar elədiyi üçün bu cür gözəl. Danışam, utandım danışam mənim.
Mağazaya gəldik indi. Konservdir. Yəni başdan ayağa mağaza sadəcə konservdən ibarətdir. Maraqlı gəldi deyə göstərmək istədim. Balıq konservlərdə deyəsən və hər versiyası da var. Pomidorlu, zeytunlu, limonlu, gecə qutuları var. Məsələn bu kutu 23 evrodur, 46 manat. Ucuzdur əslində. Yəni dadına baxacağıq. Maraqlıdır mənə çünki. Bildiyin ton balığı ilə. Nədir? Birini də sənə göstərim. Elvin. Mən bəyənmədim. Gəldik belə pendir yerinə. O qədər qəşəng qoxular var. Elvin də, mən də pendir çox xoşladığımız üçün belə pendir yerlərinə gəlib giririk. Yağ kimidir. Dadlıydı. Yağ kimidir amma dadlıdır. Dəhşət çox adam var. Bütün restoranlar full doludur. Yəni dəhşət çox növbə var. Biz də belə lokanta kimi bir yer tapdıq. Bildiyiniz sup içəcəyik və pani adlı belə sandviç kimi bir şey yeyəcəyik. Soyuqdur, yağış yağır, acıq. İsti bir şeylər görək necə olur. Bu ancaq şirniyyat yemişəm bugün. Belə bir sup gətirdilər. Tam yaxşı blender. Nə dadı verir? Tarhana. Tam yaxşı blenderlanmayıblar. Mən belə su kimi olanda daha çox xoşlayıram. Amma yenə də dadına baxacağam. Sadəcə duzsuz istiyordu, azdır. Məncə onu da adama görə belə eləyər ki, istəyən əlavə eləsin. Amma dadı supdur. Bu havada çox əladır. İmmunitetimiz qalxacaq. Soyuq durmasın. Fransız üçün bilirlər zaten. Biraz da duz şart. Sən izləyəcəm, mən supcan yedi görüblər. İlk dəfədir görürlər. Çox şey qaçırmayıblar. Bu da paninidir. Panini. Və bu niyə bunun adı panini nədir ki? Adi sandviçlərlə fərqi var bunun. Nə bilim, İtalyan sözünə oxşuyur. Değil. Qəşəngdir amma vav deyil. Bir də almazdım. Bu panini niyə panini? Adi sandviçlə fərqi nədir o yox? Nam payın. Bu sual gözləmir. Bilmirəm. Razı deyil. Qoy biraz da research eləyim gözlə. Yaxşıdır amma vav deyil. Görürsüz qızlar, burada mən ağzım məyillər deyirlər, yaxşıdır amma vav deyil. İçərisində pomidor, kalbasa, pendir var. Geçsən qızın gücündə. Ya. Ha. Vasatın üstü. Full çörəkdir də. Çörək, pomidor, kalbasa, pendir. Il y a encore un marché à l'intérieur. Sinon, on n'est pas allé voir les tuyaux. Siz dostlar, deməli biz başqa şəhərə getmək istəyirdik. Burada Kolmardan çıxıb başqa şəhərə gedək. İndi Elvin reaksiyasını Səbinə sizə desin də. Elvin necə həvəslidir başqa şəhərə getmək üçün. Bax məsələn, Nə var ya başqa şəhərdə? Demədin qəşəngi buradır. Hamısı eyni deyil. Hamısı eyni deyil. Gedib elə oteldə oturaq da özümüz. Mən də elə fikirləşdim. Mən onu demək istəmirdim də. Sadəcə elə görsənmişəm. Mən onu demək istəyirəm ki. Real sən bu barədə nə düşünürsən? Məncə gedək qəşəng evdə oturaq. Çay içək. Sonra da yataq. Səhərdə yataq. Allahda qəşəng. Sonra da evə gələk. Burada bir dənə dayı gördüm, çox qəşəng attitude vardı. İstədim çəkəm, soruşum sizin üçün. Thank you very much. Thank you. Bye. Gəlib oturduk bir dənə içki yerində. Christmas marketdən biraz aralıda. Çünki Christmas market yaxınındakı restoranlarda ümumiyyətlə yer tapmaq mümkün deyil. Növbələr hara dayanır və bir yerə yaxınlaşdıq. Təsəvvürsən dedi ki, 20 dəqiqə, yarım saat növbə gözləməlisiniz. Biz istəmədik. Çox qəşəng şirin bir dənə pub kimi bir yer tapdıq. Səbinə və Royal isti şərab içirlər. Diana isti şokolad içir. Elvin də soyuq pivə içəcək. Soyuğun gündə niyə soyuq pivə içir başa düşmürəm. Thank you very much. Belə servis eləyirlər. Qəşəng süd və yanında şokoladla. Olur belə. Şokolad. Düşdün? Yox. Bu mən gözlədiyim kimi gəlmədi. Qəşəng deyil dadı. Təəssüf ki, bəzi restoranlar isti şokoladla şokoladlı südü ayırd eləyə bilmirlər. İsti şokolad bildiyin kakaonu bişirirsən sanki və yaxşı bir teksturada şokolad içirmişsən kimi hiss verir. Şokoladlı süd isə sadəcə südün içinə biraz şokolad qatıb əritməklə yaranır. Mənim istədiyim isti şokoladdır, bəyəndiyim də odur. Təəssüf ki, bu restoran onu yaxşı qarşılaya bilmədi. Oradan durub qaça-qaça restorana gəlmişik ki, yemək yeyəcəyik, özdə grill. Bir dənə restorana baxalım. Vəziyyət budur, bağlıymış. Mən isə harda qoydum, harda yarımçıq qaldım bilmirəm. O qədər yorulmuşam. Bir dənə də dəhşət yağış yağır burada. Deməli restorandan çıxdıq, dedi yarım saat var, qatara çatacağıq. Okey, çatdırdıq da. Sadəcə yolda Elvin dedi ki, waffle istəyirəm. Baxın bu oğlan. Mən də Elvin waffle yediyini gördüm və dedim ki, okey, mən də isti şokolad istəyirəm. Sonra mən Elvin waffle növbə çox idi, gözləmədim. Mən isti şokolad almağımla qaldım. Amma bir də baxdıq ki, qatarın vaxtına az qalıb. Yəni biz düzgün vaxtda çıxmamışıq. Hesablamalarımız
hesablamalarımız düz olmayıb. Ona görə neynədik? Mən əlimdə isti şokoladla qaçdıq qatara doğru. İsti şokoladım da oldu buz kimi. Ona görə heç mutlu deyiləm. Yeni bir isti şokolad istəyirəm. Gəlmişik yemək yeməyə və hara gəlmişik? Afrika restoranına. Evim və mən və eyni zamanda dostlarımızdan fərqli dadlar yoxlamağı çox xoşladığı üçün gəlmişik Afrika restoranına. Yemək sifariş etmişik. Thank you. İndi buranın xüsusi spesial içkisini yoxlayacağıq. Bu limonlu avokado sokudur da. Bəli, avokado soku. Əri gəlir. Mən şey yapacaqdım, alçaya. Hələ bir alçaya turşudaxın. Avokado Aa. yaşayır, limonla qarışdır. Mən bunu evdə eləyərəm. Çox qəşəngdir. Şirindir. Evinə düşürsən avokado limon. Elvin ağızlarına mən güvənirəm. Yaxşıdır, çox dadlıdır, maraqlıdır. Burada hər şey Afrika yönlərinə uyğundur. Temperaturdan başqa Afrikadakı temperaturdan istəyərdim burada olsun, biraz soyuqdur. Soyuqdur. But if you give me a good appetite. Wow. Can we get the spoon please and fork? Necə olmaz? Abi bir dənə çörəyə baxım. Hörmət. Maraqlı çörək var. Bizə qaşıq və çəngəl vermədi bu yemək üçün. Dedi əllə yeməyisiz. Bizim əlləmiz belədir. Biz belə baxdıq yeməyə. Sonra gördük ki, yox da biz bunu belə yeyə bilməyəcəyik. Bizə dedi ki, yox da biz qaşıq və çəngəl istəyirik. Zəhmət olmasa. Kişi baya büzüşdü yəni bizim qaşıq və çəngəl istəməyimizə. Bilmirəm səsim hal-hazırda sizə nə qədər aydın gəlir, amma hal-hazırda təyyarədən səs yazıram. Bu videonu yolda, kolda, qatarda, təyyarədə hər yerdə editləmişəm. Həm videonun özü, həm də edit prosesi mənim üçün çox əyləncəli idi həqiqətən də. Ümid edirəm sizin də xoşunuza gələr. Reytingi çox yüksək idi. 4.9, 900 nəticədən də təxmini 1000 reyting üzərindən. Digər stollarda da görünüşü çox belə fərqli idi. Yeməyə başlayanda görürsən ki, o qədər şey deyil. 5 üzərindən 4. Mən çox bəyəndim. Valla mənim belə qeyri-adi expectationum yox idi. Çox zövq aldım. İlk dəfə bu tərzdə yemək yeyirəm. İlk dəfə yemək yeyirsən mən. Mən meşədən gəlmişəm. Pis deyil. Expectationlarım yəni mənim də normaldır. yəni bir krokodil əti deyil. 10 üzərindən 8 verərəm yəni. Dostlarımızın dəyərli fikirlərinə görə təşəkkür edirəm onlara. Mənim də gözləntim çox yüksək idi. Amma yaxşı idi, yalan deyim, yaxşı idi. Belə wow olmadım, dadımdan ötürü ölmədim. Bir də gəlib məhz Afrika yeməyi yemərəm. Amma belə yaxşı idi. Amma bu içkini çox bəyəndim. Avokado və limonludur, şirin. Çox dadlıdır. Çox şirin bir dənə suvenir mağazasına gəlmişik, göstərmişəm. Buna baxın bir dənə. Qiyməti 5 evrodur, 10 manat. Bu deyəsən barmağa keçirilir. Bunun adı nə bilim, ülgüçdü, ülçək, nəsə belə bir şeydir. Plasmas qablar. Bu qəşəngmiş, taxtadan qablar. 29 manat hardasa. Stəkanlar var. 32 manata. 12 manata oyuncaqlar. Çox qəşəngdir. Bunlar hamısı plasmas deyil, belə daş kimi qəşəng materialları var. Yəni bu keks qabların şirinliyinə baxın. Bunlar hardasa 35-34 manat. Elvin bayaq waffle yemədiyi üçün indi waffle yeyir. Deyirlər ki, gedək kafeyə. Mən deyirəm ki, gedək. Yox, bara. Hələ gedəcəyimizi bilmir. Səbinə dedi ki, gedək bara. Yol dedi ki, gedək bara. Həmişə bara gedirəm. Mən hazıram. Mən də dedim ki, təbii ki, ailəvi yerdirsə gedək. Evdə dedi ki, namuslu ailə həyatı. Mən deyirəm ki, gedək. Amma ki, deyir ki, nə içəsiniz? Deyirəm, mən heç nə içməyəcəm. Deyir, onda niyə gedək? Deyirəm, çünki siz dediniz gedək. Tema belə idi ki, pivə soyuq olur da. Yəni isti pivə deyə bir şey yoxdur. İsti şərab var. Ofisant gəldi, birinə Elvin dedi ki, menyu verə bilərsən. O dedi, menyu mənəm. O Qubadakı restoranlarda kimi. Deyəndə bildim ki, o salamat adamdır. Sənə də salam əleykum deməyinə bir. Elvin başladı ki, yo mən spirtsiz istəyirəm, alkoqolsuz. O da dedi ki, alkoqolsuz şokoladımız var falan falan. Sonra Elvin dedi ki, alkoqolsuz pilvəmiz var. O dedi ki, yo alkoqolsuz pilvəmiz yoxdur. Dedim öyle dedi. Alkoqolsuz, şərab. Elə şey olur yəni ki. Xanım dedi ki, pivə var. Elvin dedi ki, soyuqdur. Xanım dedi, yox, bu dəqiqə qaynayıb. Bizim Xorvatiya vloqumuza baxmısınızsa, bizim Səbnəg ilə görüşlərimiz həmişə belə keçir. Biz gülməkdən danışa bilmirik. Yəni hamı gülür və hamı bir-birini başa düşür. Məncə heç kim bir-birini başa düşmür. Nəysə ki, gəldik, oturduq bir dənə pubda. Məndə alkoqolsuzdur, spirtli. Spirtli xoşuma gəlmir mənim, spirtsiz kokteyldir. Mən ümumiyyətlə biraz samballı qadın xeylağıyam. Bunlar nəsə... Bunu da istəyirəm, sizin sağlığınıza. Дорогие подписчики, за ваше здоровье. Все. Morning. Yeni bir gündən hər kəsə salamlar. Yuxuluyam gördüyünüz kimi. Bugün Fransadakı bu tətil üçün sonuncu günümüzdür. Bugün başqa bir ölkəyə keçid edirik. Hara? Almanyaya. Axşam qəşəng çimdik. Ailəlikdən hamı. Nə saçımı düzəltdim, nə makyaj elədim. Çünki 5 saatlıq qatar yolculuğu var. Ona görə düşünürəm ki, makyaj eləməyə və sair dəyməz. Belə çox şirin bir patisserie var burada. Dianka, are you alone here? Ayda bu Almanca bilir də. Açsan. Mən də açam. Nə qədər açsan. Ben kruvasan severim. Ay Allah.
Mən kruasan sevirəm. Yanka, ağlamadan fikirlərini ifadə edə bilirsən. Sendviçlərdən başlayaq. 12-13 manatdır sendviçlər hamısı. İçi də bol-bol görünür, qəşəng görünür. Qara çörəkli vaflı şirindir, amma biz şirin şey istəyirik. Belə salatlar var. Ay, belə şirniyyatlar var, ekler var. Eklerlərin qiyməti bir dənəsi 6 manatdandır. Bu balaca pistaçio şirniyyat 11 manatdır, amma belə kruasan tərzi bakery bir şey istəyirəm bundan. Bir dənə bu şokoladlı da yaxşı görünür. Bunlar nə deyirsən? Kruasanın qiyməti 4 manatdır. Orange yəqin ki portağallı bir şeydir. Bu 5 manatdır. Şirniyyatdan da xoşum gəldi. 5 manatdır. Ekşi cappuccino götürdü. Dadına baxacağam təbii ki. Fransada kofelər qəribə bir şəkildə çox köpüklüdür. Yəni bu cappuccino mən heç harda bu qədər köpüklü içməmişəm. Dadlıdır. Mən çay götürdüm, amma cappuccinosu da çox dadlıymış. Çay, cappuccino, bu şirniyyatlar 26 manat ödədi. Səbəblə bizdən təxminən eyni şeylər yeyirlər. Elvin doymadı dostlar. Getdi bir dənə də belə qozlu bir şey aldı. Bu neçə aldı? 6 manata. Adı Babkadır. Dadlı da. Gəldi indi marketə ki, yola nəsə götürək. Burada çoxlu sendviçlər falan var, qatarda yeməyə. Burada sendviçlər var 4 manata. Bunların hamısı 4-6 manat arası dəyişir sadə sendviçlərdə, amma çox da diqqətimi çəkmədi. Harry Potter seriyası tapdıq, istəyirik alaq. İçindən bunlardan çıxacaq, ya 100% biri çıxacaq yəni bu figürlərdən. Dondurmaların qiymətinə baxıram və başa düşürəm ki, Budapeştin qiymətləri necə bu qədər artıb. Baxın, bu dondurmanı biz 20 manata, 20 neçə manata alırıq. Burada 12 manatdır. Nutellaların shorts videosunu çəkmişdim. Dondurmasını 20 manat almışdım. Burada 10 manatdır. 6 dənə maqnum 6 manata. Nutellanın krepləri var 10 manata. Esin cipsi məsəl üçün belə bir növ var, kabablı 3 manatdır. Görün fərqli cips növü olsa alaram. Marketin aldığımızı göstərim sizə. Heç olduq heç nə olmamışıq, artıq belə dəxilsiz şey almışıq. Biz öz otağımızı göstərməmişdim sizə. Otağı belə xəşli günlə eləmişik, amma səliqəyə salıb gedəcəyik. Narahat olmayın, 5 uşlarımızı yığacağıq. Deməli aldıqlarımız çox az şey almışıq. Bu səbnən kremidir, bu özünə alıb səviş bunu. Bir dənə belə Harry Potter serialı Kinder almışıq. Mən elə bildim Harry Potter köhnə seriyadır, amma bu mavili, bu nəticə yenidir, bunu görməmişdik. Bir dənə də belə cips almışıq, cheeseburgerli, düşündük ki, maraqlı. Bu arada çox da bir mənzərəmiz yoxdur çöldə, yəni belə domikləri görürük. Gəldik, çıxdıq qatara, indi gedirik Almanyaya doğru və yolda səhər yediyimiz bakery yerindən çoxlu şirniyyatlar aldıq, çoxlu sandviç falan aldıq. Bir dənə göstərim şirniyyatlar isə dəhşət bir şey almışıq. Bir dənə ondan, bir dənə bundan deyə buna baxın, bir dənə nə qədər qəşəng şirniyyatlar aldıq, çox ləzzətli görünür hamısı. Bura gələni heç bir edit eləməmişəm, artıq 3 gündür edit eləməyə vaxtıdır. Və yolumuz 5 saatdır, deyəsən bir dənə də avtobus dəyişəcəyik. Başlayacağam qatarda edit eləməyə, biraz işləyək. İşləmək lazımdır. Deməli qızlar, sizə Almaniyanın qatar sistemini danışım. Pisdir. Və bunlar bu 2 nəfər Almaniya vətəndaşı. Almaniya bizə hər dəfə tərifləyirlər. Biz qatar dəyişməliydik və bizim qatar gecikirdi. Hardasa 10 dəqiqə gecikdi. Dedilər ki, bəzən növbəti qatar gözləyir, bəzən gözləmir. Biz elə qatardan düşəndə bizim növbəti qatarımız düz üzbəyüzümüzdə gözləyirdi. İnansız gözləyirdi. Qapı açıldı. İnsanlar düşəndə qatar getdi. Yəni bir nəfər belə minə bilmədi. Gözləyirdinsə, gözləyərdin, ham minərdi, elə gedərdin. Gözləmirdinsə, niyə bizim gözümüzün qabağında dayanıb son anda getdin? Yəni qapı açıldı, elə düşürdü ki, qatar uçdu göylərə. 2 dənə sendviç aldıq. Biri belə qızıl balıqlı və avokado oldu. Hələ ki bunu yeyirik indi. Ümumiyyətlə siz nə etmək istəyirsiniz bu dünyada? Bax sizin hədəfiniz nədir? Almadıq dostlar. Başqa bir sendviç daha almışıq. Bu qarışıq deyə, qara çörək də var, ağ çörək də var. Cheers. Cheers. Bulqur verir. Oturduq qatara nəhayət və qatar bilirsiniz necədir? Oturursan, oturduğun saniyə saniyəsində hərəkət edir. Gözləmir ki, bir ayağa batasan, çox sürətli şeydir. Yola çıxır da gözləmə deyilən bir şey yoxdur. Neçənci qatarda mən unutmuşam, siz saya bildiniz. Deyəsən 4-dür ya da 3-dür və bu sonuncu deyil. Bir dənə qatarı qaçırtdığımız üçün, daha doğrusu qaçırtmamışıq, bizim günahımız deyil. Qatar gecikdiyi üçün. Yəni qatar çox qəşəng. Qatarlar söz olamaz, çox rahatdır. Sadəcə adam nə qədər düşər, minər. Hal-hazırda qızlar elə sizlə bərabər YouTube-dayıq. Burada kimsə öz adını görür, görək. Öz adımızı tapın. İsti süd içirəm. Fransadan aldığımız şirniyyatlar çox ləzzətli görünür, hamısı möhtəşəm görünür. Görün nə gözəldir. Gedirsiniz, hara gedirik? Canlı yayımdan 2 dəfə atdı məni, bilmədim niyə. Az qala 100-ə yaxın adam var idi. Bu arada canlı yayımda yazan, söhbət edən, suallar verən hər kəsə çox-çox təşəkkür edirik. Mən də və məncə Elvin də dəhşət çox əyləndik həqiqətən də. Çox maraqlı idi. Sizinlə söhbət etmək çox əyləncəlidir. Yarım saatımız var növbəti qatara. Bu gecikdiyimiz neçənci qatarda bilmirəm, amma bu biri qatarda
qatarımız gecikdiyi gün növbəti qatara da gecikdik. Amma hər işdə bir xeyir var, hər işdə bir qismət var. Hal-hazırda Kölndəyik və Kölnün Christmas marketi Almaniyadakı ən gözəl Christmas marketlərdən biri deyirlər. Gedirik Kölnün Christmas marketini gəzməyə. Biraz belə veşvuşla qəribə gezik, amma neyniyək. Və Kölndəyik dostlar. Bu da məşhur Kölnün kilsəsi. Dünyanın 4-cü ən hündür kilsəsi. 700 ilə tikilib bu kilsə. İkinci dəfədir ki, Almaniyadayım və ikinci dəfədir ki, Kölndəki bu 700 ilə tikilən kilsədəyəm. Gözəldir, möhtəşəmdir. Bu evciklərdən kilsəyə baxmaq çox qəşəngdir. Dəhşət çox adam var. Belə bir çipsimiz var. Leysin biraz əzlib deyəsən. Cheeseburgerlisidir. Mən ilk dəfə cheeseburgerli leys görürəm. Adi leysə oxşuyur. Amma məncə heç nə. Leysin o qırmızı sadəsi var ya, onun yerini vermiş. İndi mağazadan aldığımız bu fransız almışıq da düzdür. Kinderlər açacağıq. Amma bu Harry Potter seriyasıdır. Çox qəşəng bir ilk öncə onu deyim qablaşdırması var. Dın. Yo, Harry Potter deyil bu, başqadır. Ay qız, buna baxın. Biçimli bəs. Uşağı biçimli tanıyırsın. Bu qızlar kimdir ki? Bunu tanımadım. Üçüncü və sonuncu. Təsdiqdən sizcə Harry Potter çıxacaq. Rick Allison idi, neydi? Ölən aktyorları. Aa, qəşəngdir. Biçim də göstər. Üçün də gəlin bura. Qızlarım gəlin bura. Saçı oxşuyur. Çox şirindilər. 5-6 qatarı bir avtobus dəyişdikdən sonra nəhayət ki gəldik çatdıq. Royal'la Səbişin evinə. Çox şirin evləri var. Burası Diana'nın oyun otağıdır. Otaq full oyuncaqlarla, çox qəşəng kitablarla doludur. Burası Diana mənə əsarət altına salıb ondan oynayım deyə mən də çalışdığım qədər, bacardığım qədər oynamağa cəhd göstərirəm. Ha, bu nədir? Advent kalendar, lakşırı. Aba. Dankeschön. Kızlar bugün bir advent kalendar daha açırıq. Özdə lakşırıdır. Bir kazak. Wow. Sen şeyler, nalardım, onu biriyle, işte biri biraz daha başkasını çıkar. Şey maskaradır. Real bu advent kalendar üçün təbrik edirik. Oradan çox düşüncəli hədiyyədir. Axşamı da yenə həmin sandviçlərdən biri ilə yola veririk. Əslində bunu yola vermək kimi başa düşə bilərsiniz, amma sandviçlər o qədər ləzzətli idi, o qədər ləzzətli idi. Necə bu qədər dadlı eləyirlər və gluten olmağına rağmen tərkibində necə insan şişmir, ödəm tutmur, bunu başa düşmürəm. Yəqin ki, tam taxıllı buğdadan və keyfiyyətli məhsullardan istifadə etdiklərinə görə. Həyatımda ilk dəfə oyuncaq otağında yatacağam. Bu arada göz altılarıma bu balmın kremini vurdum. Çox heç yaxşı deyil. Gözüm altımı qəribə bir yandırdı. Xoşuma gəlmədi. İndi bu nəmləndirici gecə maskasını vuracağam ki, indi Almaniyadayıq, amma sabah yeni bir ölkəyə keçid edəcəyik. Sonra yenidən qayıdacağıq Almaniyaya. Sadəcə bir günlük başqa bir ölkəyə gedirik. Çox sevdiyim bir ölkəyə gedəcəyik. Çox sevdiyim. Burada bu videonun sonunu çəkirəm artıq. Ümid edirəm videomu bəyəndiniz. Sabah hansı ölkədə olduğumu bilmək üçün kanala abunə olmağı, bu videonu bəyənməyi və rəy yazmağı unutmayın. Unutmayın ki, rəyləriniz mənim üçün çox dəyərlidir. Sabah görüşərik. Hələlik.